Must-da to be yoxdur. Bax, yəni var. Kəndəki to be, kənin özünü əvəz edir able-dan olanda. Yaxşı, bəs olmağı bacarıram desən necə olacaq kənsiz? Olmağı bacarıram. I have. I am able. Have-in bacarmağa aidiyyatı yoxdur. Have to məcburam deməkdir. Bacarıram isə I am able to. I am able to, bəs birdən desəm dalıca olmağı bacarıram. Onda necə olacaq? I am able to be. Qardaş, to be qrammatik funksiya daşıdığı ilə yanaşı, həm də normal adam... Tulu demək istəyirdim, mən tulu çəkdim. Yox, tutdun nə demək istəyirəm? Mən həkim olmağı bacarıram, denə mənə. Məntiqsiz cümlədir, amma quruluş olaraq dilin riyazi tərəfini başa düşmək üçün bu cümləni mənə de. Mən müəllim olmağı bacaracam, denə. I will be... I will be teacher. Müəllim olacam, yox, olmağı bacaracam. I will be to do teacher. I will be able to be a teacher. I will be able nədir? Able mütləşdirməsən gələcək. Bəs bacaracamı nətər deyim mən? Mən elə biləm ki, burada sən mənə yazdırmışsan, I will be. Able'ı mən demirəm, xiyarcı. Kukumber kimi. Sən İngilizcə danış da. Tamam. Yaxşı. İndi qulaq as. Yaxşı, modal feiliniz nədir? Mazol elə. Modal feilləri mazol eləməlidir üçün. 4 dənə. Okey. 4 dənə modal feil. 4 dənə modal feilin hansının əvəzləyicisi var? Kəndən mastın var da. Kəndən mastın. Tamam. Okey. Mastınçılar hansılardır? Mastınçılar hansılardır? Must. I have to. Ay, sağ ol. Bəs keçmişdə? I have to. Gələcəkdə? I will have to. Okay. Gələcəkdə də I will have to. Tamam. Having, have to'nun yəni. Have ayrı şeydir, have to ayrı şeydir də. Yəni qatışdırma. Düzdür, eyni söhbətdir. Yəni yaranıb have-dən də. Amma ayrı götür də beynində. Qarışdırma bir-birinə. Hərəsin öz yeri olsun. İndi təsəvvür elə ki, biz ingilis dili öyrənmirik, sənin Azərbaycan dili öyrənirik. Deyirəm ki, Polad, mən kitab oxuya bilirəm. I can read books.